Telefonumdakı şəkillərə güvənmədim və bu albomu hazırladım. Əslində bu çəkiliş yeni ildən qalıb, amma düşündüm ki, bunu sizə göstərməsəm çox heyf olur. İstədim albom barədə sizə daha yaxından və daha ətraflı məlumat verim. Qeyd etmək istəyirəm ki, o qədər razı qalmışıq ki, həm nişan, həm toy, indi də uşağımızın bütün albomlarını burada hazırladırıq. Məxməri o qədər keyfiyyətlidir ki, hətta orada mənə məsləhət gördülər ki, imenni bu məxməri seçin, çünki qətiyyən ləkə götürmür. Toxunuşu isə inanılmaz dərəcədə yumşaqdır. Albomun iç hissəsi isə tamamilə başqa bir səviyyədir. Detal o qədər səliqəli hazırlanıb ki, baxdıqca sadəcə zövq alırsan. Albomun səhifələri həddindən artıq qalın, hər isə eynən göndərdiyim fotolardakı kimidir. Hətta deyərdim ki, daha canlıdır. Onu da qeyd etmək istəyirəm ki, albomun ümumi işçiliyi, yəni kənarlarının bəzəyi olsun, üzərinin bəzəyi, şəkillər, həm də səhifələrin qalınlığı, eyni zamanda kənarlardakı məxmərlərin bükülməsi hər biri o qədər səliqəli alınıb ki, adi başqa bir yerdən hazırlatdığınız albomla bu albom arasında yerlə göy qədər fərq var. Hər kəsin evində mütləq belə bir albom olmalıdır. Çünki bəzi anlar var, bunları telefonda saxlamaq həqiqətən yetərli deyil. Qoy xatirələriniz bu səhifələrdə yenidən canlansın.